Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün az ərzaqla çox ləzzətli, şüyüdlü plov bişirdim və bunu sizlərlə də paylaşmaq istədim. İlk əvvəl sizlərdən xahişim budur ki, mənə dəstək olmaq üçün kanalıma abunə olmağı, bəyənməyi və rəy bölməsində fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Bismillah deyib, keçirəm yeməyi hazırlamağa. Əvvəlcə 200 ml stəkanla 400 stəkan düyünü qaba töküb suyu şəffaf olana qədər yuyuram. Üzərinə çıxana qədər isti su əlavə edib kənarda 1 saat gözlədirəm ki, düyü yaxşı şişsin. Sonra 1 stəkan 200 ml stəkan ölçüsüdür. 1 stəkan, bir də həmin stəkanın 1/3 qədər sarı qarıq götürmüşəm. Onu da yuyub üzərinə biraz su əlavə edib qoyuram bişməyə. Eyni zamanda aşı süzmək üçün də suyu qoymuşam qaynasın. Aşın suyu qaynayana və qarıq bişənə qədər 2 dəstə şüyüdü çox incə olmayacaq şəkildə doğrayıram. Baxın, bu cür doğrayıram. Yəni bərk hissələrini də ayırıb kənara qoyuram. Aşın suyu da qaynayır və kənarda gözlətdiyim düyünü əlavə edib qaynamağa qoyuram. Qaroğu da çox bişirmirəm ki, aşla bərabər dəmdə qalanda çox da əzilməsin. Qaroq artıq istədiyim tərzdə bişib və onu qaynayan düyünün üzərinə əlavə edib bir 5 dəqiqə də düyü ilə bərabər bişirirəm. Artıq 5 dəqiqədir ki, qaynayır və düyünü əlimlə yoxlayıram, çox əzilməsin, çünki dəmdə də biraz qalacaq və süzürəm. Qazana 2 xörək qaşığı kərə yağı əlavə edib yuxaları səliqə ilə yerləşdirirəm.
Düyünü qazana əlavə edirəm və aralarına şüyüd səpirəm. Aşın üzərinə biraz sarı kök, biraz duru yağ və kərə yağı əlavə edirəm. Mən bu dəfə ərinmiş kərə yağdan istifadə elədim, amma siz istəsəz paçka kərə yağlardan da istifadə eləyə bilərsiniz. Və üzərində də bu cür bıçaqla deşiklər açıram ki, hava oradan yaxşı çıxsın və altda qalan düyülər əzilməsin, dən qalsın. Qapağını örtüb qoyuram dəmə. Qapaqda su damlaları yaranandan sonra isə qapağı dəsmalla bükürəm. Onda həm yaxşı dəm alır, həm də düyü əzilmir. Bəh, bəh, bəh. O qədər gözəl ətri var ki, inanın dadı da çox ləzzətlidir. Bir dəfə bunu hazırlasanız, yəni həmişə hazırlamaq istəyəcəksiniz, əmin olun. Bu aşı adətən paxlayla edirəm. Ancaq qaroxla da çox ləzzətli olur. Yəni mən deyərdim ki, paxladan daha dadlı olur. Bunun yanına istəsəniz kotlet, toyuq əti, yəni bir yerdə süfrəyə verə bilərsiniz. Yəni qonaqlarınızın qarşısına üzü ağlıqla çıxarda bilərsiniz. Siz də hazırlayın, nuş edin. Kanalıma abunə olmağı, bəyənməyi, rəy yazmağı, mənimlə fikirlərinizi bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.